Allah rəhmət eləsin, Mailə Muradxanlı, Tariyel Vəliyev, Məhrəm Bədirzadə Novruz çəkilişlərində mənə rol verdilər. Keçəlin 7 gözəlindən biri, belə bir rivayətdir. Mən də Sağıcı qız idim. Orada yəqin ki, yaxşı oynamışdım deyə məni dəvət elədilər. İndi bizim Qızıl Fonddadır. Əhməd Orucoğlu'nun Qaynana əməliyyatı tamaşasına 2 hissəli Nəsibə Zeynalova, Siyavuş Aslan, Hacı İsmailov, Səidə Quliyeva, Ələsgər Məmmədov, Ramiz Məmmədov, yəni çox, Nəsibə Zeynalovanı da dedim, təbii ki, çox möhtəşəm bir tamaşaydı. Uğur çəkildim. Çox da uğurlu oldu. Musiqi də Nadir Əzimovun idi. Mənim mahnım tamaşada getdi. Sonra isə Elçin Cahangirli məni dəvət edir seriala, Yanmış Körpülərə. Və o serial Yanmış Körpülər deyildi. Görüş veriliş idi, verilişdən görüş idi. Orada mahnı oxudum, mahnı xoşuna gəldi. Senarist oradan başladı tamaşa kimi söyləməyə və 24 serial oldu. Sən məni axtarıb tapmayacaqsan, sındı aramızda olan körpülər. Soundtrackda da mənim mahnım Sındı aramızda olan körpülər getdi.